Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, hörmətli izləyicilər, Məmməd Əmin Rəsulzadə küçəsində Baksol yolu deyilən ərazidə, radardan içəridən, məhəllədə, gözəl bir hündür ərazidə, 3 sotun içində yüngülvari bir ev satılır. Əslində, hörmətli izləyicilər, nəzərinizə çatdırım, burada torpaq satılır. Yəni, ev sadəcə içindədir. Bunun üstünlüyü odur ki, qaz, su, işıq, kommunalları var. Hörmətli izləyicilər, bax, gördüyünüz kimi, bura 3 sotun içindədir. 3 sotda. Bax, bağça da yaradıb, tut ağacı əkib, yüngülvari yaşıllıqları var. Ev də yüngülvari bir evdir. Gördüyünüz kimi, hörmətli izləyicilər, bax, ev kürsüz evdir. Sadəcə alıb müvəqqəti qalmaq olar, ya kiraya vermək olar, mümkündür. Kiraya da vermək mümkündür. Amma kim torpaq almaq istəsə, yeri gözəldir, yaxşı yerdə yerləşir. Demək olar, qapının ağzına qədər asfalt ərazidə yerləşir. Hazır darvazası var, kommunalları var. Yəni, bunlar nəzərinizə çatdırım ki, yer əla yerdir. Super yerdir. Gəlib yerində baxsanız, torpaq yəni satılır da, belə deyək, hörmətli izləyicilər. Demək, amma evi də qoyub təqdim edeyim. Bura sanitar qovşağıdır. Çöldədir. Yəni, hamınızı nəzərinizə çatdırım, hörmətli izləyicilər. Bura hamamıdır. Düzdür, təmirə ehtiyac var. Ümumiyyətlə, ev balaca bir xudmani evdir. Kiraya vermək üçün yararlıdır. Amma kim istəsə torpağı alıb ev tikdirə bilərlər. Buradan daxil oluruq evin içinə. Girən kimi sağ tərəfdə mətbəx. Evdə nəmişlik yoxdur. Çünki bu ərazi qupquru yerdir, hündür yerdir. Yəni, bir dənə su vuran yer deyil. Bura qonaq otağıdır, xudmani xoldur. Buradan daxil oluruq evin içinə. Bir hissəsi. Bir dənə balaca bir otaqdır, bölüblər. Birini uşaq otağı eliblər, birində bir yataq otağı eliblər. Burada bir dənə, gördüyünüz kimi, yataq otağıdır. Əslində, bura bir otaq sayılır. Burada da bir dənə uşaq otağıdır. Hörmətli izləyicilər, gördüyünüz kimi nə varsa, hamısını təqdimatda çəkdim. Ev nə varsa, gördüyünüz kimidir, budur. Yəni, bunu alıb ancaq ilə kiraya vermək mümkündür. Amma əslində, bura yenə qeyd edirəm, torpaq kimi satılır. Hörmətli izləyicilər, kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın, evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları yaddan çıxmasını götürmək, hörmətli izləyicilər, zəng vuran zaman mütləq kodları götürmək lazımdır. Abunə olmağı unutmayın, bəyənməyi unutmayın, hörmətli izləyicilər. YouTube'da, Instagram'da, TikTok'da səhifələrimizi izləyə bilərsiniz. Baxın, torpağın bələdiyyə sənədi, arxivli sənədi var. Bunu da nəzərinizə çatdırma, hörmətli izləyicilər. Yəni, torpağın sənədi qaydasındadır. Kommunallar var. Kim istəsə, rahat gəlib burada. Evin adresi ünvanı da var. Bunu da nəzərinizə çatdırım. Kim istəsə, gəlib burada rahat evin tikdirə bilərlər. Yəni, kommunallara zaten xərcləri çıxmayacaq, hazır evin tikəcək, icazəsini alıb dövlət qurumlarından rahat tikə biləcəklər. Hörmətli izləyicilər, sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Yəni, evin qiymətini də sizin nəzərinizə çatdırım. Evi, demək, 80 min start qiymətdir, torpaq qiyməti kimi deyilir. Yəni, bunu da nəzərinizə çatdırım, hörmətli izləyicilər. Endirim olmağına olacaq. Birbaşa sahibi ilə danışacaqsınız, son söz hörmətli izləyicilər ev sahibi deyəcək. 80 min start qiymətdir. Gəlib burada da torpaqlarla maraqlanın, görün neçəyədirsə. Yenə də görəcəksiniz ki, ev üstündə havaydır, kommunallar üstündə havay verilir. Yəni, torpaq satılır. Nəzərinizə çatdırım. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah olmayanlara gözəl evlər qismət eləsin. Allah alan da xeyir versin, Allah satana da.